Salam dostlar, hər vaxtınız xeyirli olsun. Metaforik hekayələr haqqında istəyirəm qısaca danışım. Metaforik hekayə o deməkdir ki, metaforlardan istifadə edirsən, hər hansı bir insanların, belə deyək, çətinlikdə olan insanların və yaxud heç çətinliyi yoxdur, istəyir həyatında irəli getsin, uğur qazansın. Onların həmin o məsələlərini, sıxıntılar varsa sıxıntılarını, uğur varsa uğurunu nəyəsə oxşadırsan. Yəni bitkiyə oxşadırsan, canlıya oxşadırsan və onun üzərindən hekayə başlayırsan danışmağa. Hekayə danışanda hər bir insan o hekayədə öz obrazını orada görə bilər və bununla da zehin şüuraltı həmin obrazlarda daha rahat onu qəbul edir. Onu bir növ daha rahat orada artıq proses gedir. Müəyyən bir şəfalama bir prosesi orada daha effektli gedir. Və bundan istifadə edənlər çoxdan, belə deyək də, bəlkə də çox qədim zamanlara gedir. Ancaq Milton Erickson bunu daha da təkmilləşdirdi. Milton Erickson öz müştəriləri ilə bu cür metaforik hekayələr danışa effektiv nəticələr alırdı. Məsələ odur ki, həmin adamın məsələsinə birbaşa toxunmur, dola yollarına hekayələrlə danışır. Həmin adam da o hekayələrdə öz obrazını görür və orada dəyişim prosesi gedir. Öz obrazını görür, Milton Erickson da ondan bir effektiv istifadə edərək onu yönləndirir, onun həyatını eyniləşdirir, oxşadır, sonra başlayır onu yönləndirməyə. Yönləndirdikcə həmin adamda özü də bilmədən müəyyən bir şüuraltı dəyişim prosesi gedir. Eyni zamanda ona sual verərək ki, sən burada hansı obraz sənə daha yaxın hiss elədin? Bu obrazın yerində sən də olsaydın nə edərdin? Nələrsə hiss elətdirdi və belə suallar verərək də həmin adam sanki başqasına məsləhət verirmiş kimi özü də orada, öz məsələsi də orada düzəlmiş olur. Ona görə dostlar, indi bir dənə bir hekayə danışacağım inşallah. Bundan sonraki videoda izləyərsiniz, hətta istəsəz onu paylaşa da bilərsiniz. Bu elə bir məsələ danışacağım ki, hər kəs orada özünü hiss eləsə və yaxud kim ona dinləyərsə, baxsa, özünü orada həmin obyektin özündə özünü hiss eləsə, müəyyən özünə oxşar, özünə aid olan hissləri özünkiləşdirib müəyyən bir dəyişikliklər orada özündə yarada bilər. Depressiyası varsa depressiyasından məna verə bilər, daha yaxşı məna verə bilər. Eyni zamanda hədəfi varsa daha da irəli şəkildə, daha da rahat şəkildə, aydın şəkildə irəli gedə bilər. Uğurlar olsun hər birinizə. Fikrinizi bildirə bilərsiniz, çox sevinərəm.